Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Ramazan bayramı münasibətilə paylaşım edib. Xəbər verilir ki, paylaşımda deyilir: Hörmətli dostlar, müqəddəs Ramazan bayramınızı səmimi qəlbdən təbrik edir. Ailələrinizə ruzi bərəkət, xoş günlər və səadət diləyirəm. Uca Allah dualarınızı qəbul etsin. Aşıq Namiq Fərhadoğlu tarixin bir günü verilişində qonaq olub. Xəbər verilir ki, musiqiçi qalmaqallı çıxışı ilə yadda qalıb. O, dəstək olduğu bir çox həmkarından vəfasızlıq gördüyünü deyib. Müəyyən bir TV'də yayımlanan layihəmə öz cibimdən 1 milyon manat pul xərcləmişəm. Hər kəsin maaşını özüm verirdim. Xərclərim aylıq 10 min manat edirdi. O pulları da mən uşaq hazırlayaraq, özəl dərs keçərək qazanmışam. Bugünkü ağlım olsaydı, onları eləməzdim. O vaxt hamıya dəstək olurdum. Məndən işləri də keçirdi, çünki verilişə çıxardırdım. Ona görə də bayramlarda ən birinci məni təbrik edərdilər. Amma indi o adamlar ortada yoxdur. Bilirsiniz ki, atam rəhmətə getdi. O adamların heç birini görmədim.